Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Proseslər, axırüzzaman prosesləri böyük ehtimalla bir-birini çox sürətlə əvəz elədiyi bir dövrdə axırüzzamanın həm hədislərə, əsasən tarixdə qeyd olunmuş mötəbər rəvayətlərə, Əhl-i Beytdən gələn xəbərlərə əsasən, həm də bugün gedən proseslərin də təhlilində və fonunda görmək olur ki, axırüzzamanın heyrətləndirici qüvvəsi və həqiqətən də bir növ ilahi möcüzə Yəmənlilər özünü daha çox biruzə verməyə başlayır. Bütün varı ilə, yoxu ilə, imkanatı ilə özünü Qəzzənin, Qudsun azadlığı uğrunda və müqavimət cəbhəsinin məğlub edilməz bir qolu olaraq sipər edib, necə ki bəyaniyyə verdilər və dediyimiz kimi bizim təbirlə qırmızı inək, qırmızı dəli inək Trump, evangelizmin mərkəzi böyük şeytan Amerika Birləşmiş Ştatlarının son kartı bəlkə də olaraq özünün qorxutmaq üzü kimi dünyaya təqdim etdiyi bu qırmızı inək rüsvayçı şəkildə yenə də koalisiya vuraraq Yəmənə qoca tülkü İngilislə birlikdə hücum edir dünən axşam. Amma Yəmənə hücumun sirləri nədir və bunun hansı nəticələri yaxın gələcəkdə bizlər gözləyə bilər? Bu bəhsə keçmədən öncə müxtəlif dillərdə Azərbaycan dili, türk dilində və o cümlədən fars dilli Amerika, qərbə və siyonizmə özünün hər şeyini satmışlardan biri Parşiyen TV, yəni Amerika tərəfdən maliyyələşən və qərbdə fəaliyyət göstərən, necə ki bizdə dırnaqarası müxalifətçilər var. Bu TV'lərdən birinin sadəcə məsələyə münasibətində həm Yəməndən aldıqları yanğını, həm də bu yanğı vasitəsilə dünyaya çöhrələrinin daha da nə qədər demokratiya adı altında vəhşi çöhrələrinin olduğunun açıldığını bu çıxışda tərcümə edim. Bir neçə cümləni, sonra keçim dediyim kimi Yəmən məsələsinə. نیروی هوایی آمریکا به ویژه و در کنار اون کمک محدودی از نیروی هوایی بریتانیا مغازه حوثی ها در داخل یمن رو نه فقط در یک نقطه بلکه در چند نقطه بمباران کردن. میگویند 18 نفر کشته شدن، میگن 31 نفر کشته شدن، مهم نیست، ولی 10 نفر ممکنه کشته شده باشن. ادعا میکنن که همه کشته شدگان زن و کودک بودن. این مهم نیست. شرمندگی دنیای آزاده که چطور ممکنه که یک گروهی که نمیخوام توهین بکنم ولی از روی فقر لنگ میبستن، یعنی شلوار نمیتونستن بخرن، لنگ میبستن و با پای برهنه و یا با گیوه رفت آمد میکردن، الان سلاحهای بسیار پیشرفته‌ای دارن. Baxın, həyasız çöhrələrinin açıldığı bu zuhur hökumətinə hazırlıq da əzizlər. Biz deyirik ya, əleyhissalam buyurur, alt üst olacaqsınız. Allahın sünnəti və labirintində oynayan bu cür kaftarlar müxtəlif dillərdə, qərbin Süfyani cərəyanının müxtəlif dillərdə mikrofonuna çevrilən bu cür kaftarlar Allahın sünnəti və bumerangında bunların dili ilə yalan, qərbin o qalstuk və kostyum altında gizlədilən vəhşi çöhrələrini üzə çıxardır Allah. Nə deyir? Xülasəsini deyirəm. Deyir ki, bəli, Amerika qırıcıları ilə məhdud şəkildə də İngilis tülküsü kömək eləyir. Bir neçə nöqtəni güya, Husilərə aid nöqtəni vururlar. Məsələ buradadır, bayaq dediyim kimi, çöhrələrinin açılması, yanğıları, belə deyildi, çöhrələrinin açılması və yanğıları, yanmaqları. Gör nə deyir? Deyirlər ki, 18-19 nəfər öldürülüb, indi bizim dilimizdə şəhid edilib. Bu mühim deyil. Sonra nə deyir? Həyasızlığa baxın. Deyirlər ki, öldürülənlər mülküdür.
qadın və uşaqlardır. Bu da mühüm deyil. Həyasızlığa baxın. Aha, üzlərini açırlar. Amma digər tərəfdən həyasızlıq hardan qaynaqlanır? Biz bağlanan kanallarımızda da Tufanul Əqsadan üzü bu tərəfə nə deyirdi? Deyirdi, müqavimət cəbhəsi, indi deyəcəyik çıxışın davamında. İranın mərkəzliliyi ilə siyasi, kəşfiyyat, hərbi arenada, hətta iqtisadi zərbələr vurmaq baxımından İsrail iti və onun atalığını edən Amerika və İngilisin elə çarəsini tükədir, yayğın döyüş, zaman və məkana yaymaqla və yorucu döyüş. Bunlar əsəbləşir və daxildən parçalanmaları çoxaldıqca öz aralarında bir-birini qırırlar və bu əsəb onları çarəsizliyə sövq edir. Çarəsizliyə sövq olunduqca daha çox əsəbləşirlər, daha çox əsəbləşdikcə ağıllarını itirirlər və qırmızı inək, bax bu gün Trump bunun nəticəsidir. Çünki niyə? Niyə bunların geniş sinəsi yoxdur, geniş sədri yoxdur Quran buyurduğu kimi? Baxış prizmaları maddidir, dəyişkən aləm boydadılar. İqtisad və maddiyyat üzərindədir ideologiyaları, o boydadılar. Maddiyyat da dəyişkən və əldən çıxandır deyə hövsələləri çatmır. İran İslam prinsipi və qədim İran sivilizasiyasına söykənən siyasəti ilə və strategiyası ilə qlobal və bölgə müqavimətinin mərkəzliyini təşkil edərək bunları yayğın və yorucu döyüşdə zaman və məkan baxımından cəbhələri genişləndirir və bunların bataqlığı artır. Bunlar daha əsəbləşirlər və daha adekvat addım atmaq əvəzinə yanlış və aqressiyadan doğan addımlar atırlar. Bax, onların bir cilvəsi kuklalarının fars dilli bir kuklası və kəftarı bax bu kişidir. Bu nədir? Əsəbilikdən doğan və Yəmənin bunları əsəbləşdirməyindən doğan bir çehrə ilə bütün iç yüzlərini açır. Deyir ki, deyirlər qadın və uşaqları da öldürülənlər. Problem deyil. Bu mühüm deyil. Niyə? Niyə mühüm deyil? Davamında deyir. Dediyimiz ikinci fakt. Yəmən bunları əsəbləşdirir. Deyir ki, keçir təhqirə. Deyir ki, necə ola bilər bu azad dünyanın rüsvayçılığıdır, xəcalətidir, bunların dilində azad. Ki, dünənə qədər əyinlərinə geyməyə üzr istəyirəm şalvar tapmayan, yəni bunların dediyi normal şalvar tapmayan, o geniş long şalvarlardan geyinən, əhqabı tapmayan Yəmənlilər, acından ölən Yəmənlilər bugün bu müasir silahların sahibidir. Yanğıdan doğan əsəb və bundan doğan təhqir və bundan da doğan vəhşilik ki, deyir, mühim deyil qadın və uşaq ölüb. Vəhşiliyin açılması. Amma Yəmənə bu cür həm belə media hücumları, həm də Amerikanın necə deyərlər, prestijini yerlə bir etməkdə davam edən və fiyaskosunu daha da dərinləşdirən Yəmən sirri nədir və Yəmənə bu hücumların nəticəsi hara gedir çıxır? Həm tarixi baxımdan baxaq, həm bugünkü gedən proseslərlə qısa baxaq. Birincisi, Yəmənin qırılmaz və sındırılmaz iradəsi, müqaviməti və Yəmənlilərin məxsusən Tufanul Əqsadan üzü bu tərəfə davam edən və yenidən bərpa edilən Siyonist rejimə vurduğu ruhi, psixoloji və iqtisadi zərbələri. Bax, bununladır ki, həm bu cür Trump'ın 10-cu əl kuklası olan bu kaftar kişi və Trump'ın özü yalanları ortaya çıxır. Həm bunun dediyi, həm də Trump'ın dediyi ki, Yəmənlilər də bəyanat verdi, Telegram kanalımızda xəbərini yerləşdirdik. Abunə ola bilərsiniz. Həmişə olduğu kimi başlıq, adlıq bölməsinin üzərindən vurub linkə abunə ola bilərsiniz. Trump'ın yalanı üzə çıxır. Trump nə deyirdi? Biz Yəmənlilərə ona görə hücum edirik ki, dünya ticarətinin qarşısını alırlar, gəmiçilik ticarəti. Hansı ki, Yəmən əvvəldən də demişdi ki, biz Siyonistlər Qəzzə xalqına qarşı
İndi namərdliyin pik nöqtəsinə çatdırıb suyun, çörəyin qarşısını alırlar, elektrik enerjisini kəsirlər, bu cür soyqırıma davam edirlər. Bu qələti bitirməsələr biz onlara gedən gəmilərin qarşısını alacağıq. Nə ki dünya ticarəti. Yəmənlilər bunu bəyan etmişdi. Amma üzləri çıxır ortaya. Məcburdular. Həm biabırçılıqları çıxır ortaya. Yəmən müqavimətin bir qoludur. Amerika və İngilis özünü bütün dünyanın sahibi bilir. Bunlar koalisiya təşkil etməyə məcburdular Yəmənlilərə qarşı. Bu kaftar kişinin dediyi kimi, dünənə qədər ayaqqabı tapmayan Yəmənlilərə qarşı. Bu dünyada böyük bir fiyaskodur. İkincisi, Yəmən sirri nədir ki, bunları belə məcbur edir, həm mediada, həm belə hərbi qorxutmaq üçün. Digərlərinə də mesaj olsun, güya. Niyə hücum edirlər? Yəmən ayaqda bu cür sərt müqavimət göstərib dik durduqca, müqavimətin zərbə görmüş bəzi qollarına da daha çox ruhiyyə və motivasiya verir. Və yatmış, bunların gözündə yatmış ilanı bir daha oyada bilər. Məxsusən Həmas cəbhəsi və İordan çayının qərb sahilləri məsələsi. Bunları qorxudur. Üçüncü səbəbləri nədir Yəmənə belə hücum edirlər? Onların əlinin altında olan ərəblər və dırnaqarası müsəlmanların fiyaskosu. Abırlarını aparır Yəmən. Ərəb və müsəlman millətlərinə, öz hökumətlərinə qarşı stimul verir. Dördüncüsü, dediyimiz kimi Amerika və İngilis qoca tülküsünün həm koalisiya təşkil edib Yəmən qoluna qarşı birbaşa döyüşə girməyə məcbur olmaqları baxımından abırlarının getməsi və fiyaskoya uğramaları və prestijlərinin yerlə bir olmağa davam etməsi, həm də koalisiya təşkil edib Yəmənlilərə qarşı döyüş adı altında mülki vətəndaşlara bomba atmaları və bununla da üzlərinin açılmaları bütün dünyada. Baxın əzizlər, necə ki biz demişdik, Amerika İran mərkəzli olaraq və müqavimət cəbhələrinin hərbi sektorda, siyasi sektorda, iqtisadi sektorda olan yaygın və yorucu döyüş tələsinə düşüb. Həm Amerika, həm Amerikanın nökərləri, qulbeçələri və hətta müttəhidləri və müttəfiqləri. Bu yaygın döyüş tələsinə düşüblər son illərdə və bu getdikcə şiddətlənir ki, bu da elə bir tələdir və ya bataqlıqdır ki, nə qədər daha çox əl-ayaq çalsalar və qırmızı inək Trump'ın timsalında bu daha çox görünməyə başladıqca, dediyimiz bu sektorlarda yaygın döyüş tələsinə düşən Amerika və onun müttəhidləri daha çox yaralanırlar bu tələdə və yaxud da daha çox batırlar. Həm iqtisadi, həm siyasi, həm hərbi sahələrdə. Və buna görədir ki, apokaliptik və ya axirüzzaman hadisələri çərçivəsində böyük ehtimalla baxdığımız bu hadisələrdə Amerika qoca tülkü İngilis mərkəzliliyi ilə bütün qüdrətini sərf edir, özünü nicat vermək üçün. Hansı yoldan özünü nicat vermək istəyir? Rəhbərin təbiri ilə quduz və qudurğan iti və yaxud da xərçəng şişi böhran mərkəzi olan siyonist rejimi xilas etməklə. Bütün qüdrətini qoyur və bu yolda da sonuncu qurbanlarını təqdim eləyəcək. Pik nöqtəsinə çatır bu hadisələr. Qurbanlıq seçilmişdi bunlar. Türkiyə hakimiyyəti və ərəblər. Bunları xərc eləyəcək regionda. Və bu da söz verdiyimiz o Azərbaycan alovundan ərəblərə məsələsinin detallarını açanda orada deyəcəyik inşallah. Türklərin pan-türk fitnəsinin sonunun real olaraq məxsusən də Suriya hadisələri ilə intensivləşməklə gəldiyini və çox sürətləndiyini göstərir və böyük ehtimalla biz bağlanan kanallarımızda da buna toxunmuşduq. İlahi sünnət olaraq tarixin təkrarlanması və
bu əsasda, cərəyan əsasında təhlil edib baxsaq, mümkündür və böyük ehtimalla türklərlə ərəblər və ərəblərlə ərəblər arasındakı toqquşmanı da müşahidə edə bilərik. Yəni Amerika və İngilisin qurbanlıqları özlərini sıldırımın kənarına çatdırıblar. Amma İran yüksək intellekt səviyyəsi ilə və zirəngliklə bir siyasət yürüdür. Boşuna deyil ki, Telegram kanalımızda da yerləşdirmişdik ya, bir neçə ay bundan öncə heç səhv eləmirəmsə, dünyanın hələ qəbul elədiyi statistika ki, IQ səviyyəsində 1-də Çindir, 2-də İrandır. İran bu IQ-su ilə nə eləyir? Bu yüksək intellekti ilə 2 dənə sahədə, 2 sektorda, 2 ərsədə özünün mərkəz və mehvər olduğunu strateji baxımdan da dünyada otuzdurur və göstərir. Birincisi, ideoloji savaşlar və İmam Zamanın cəhani və qlobal hökuməti astanasında onun zuhurunun zəminələrini yaratmaq yolunda qlobal müqavimət və bölgə müqavimətinin mərkəzliyi rolunu daha da təsbit edir və bu dünyada hətta qərbli insanların, Avropa ölkələrinin, Avropanın ölkələrinin xalqlarının və Amerika xalqının da artıq dilində əzbərə çevrilir İran. İkinci sektor, bu birinci sektor dediyimiz kimi ideoloji savaşı idi, həqiqi insani savaşın mərkəzi. Amma ikinci sektorda da dünyəvi və fiziki aləm savaşında mərkəzliyini otuzdurur. Siyasət, iqtisadi, kəşfiyyat, təhlükəsizlik, hərbi və jeopolitik baxımdan məxsusən Amerikanın qarşısında yaranan üç qütbün Rusiya, İran, Çinin mərkəzliyini təşkil edir dediyimiz bu baxımlardan. Məxsusən də Şanqay və BRICS təşkilatları fonunda. Biri təhlükəsizlik, biri iqtisadi. Amma Yəmən nə eləyəcək? Yəməndən nə gözləmək olar? Arxayın olun ki, Amerikanın dənizdə, dəryada, okeanda və ərəblər, Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərindən birində bazalarını mütləq vuracaq. Özü də bu səfər heyrətləndirici formada. Ərəb ölkələri türkçülük eləmək istəsələr, öz ayaqlarını dala çəkib otursalar və qələt elədmə düşsələr, müvəqqəti də olsa, ola bilsin oradakı bazalarına. Amma inanmıram. Ən azından dənizdə və dəryada olan bazalarını və qırıcı daşıyan donanmalarını pis vuracaq. Bu gözləmək olar. Və böyük ehtimal və %100-ə yaxın ehtimalın biri də budur ki, bu daha sərt şəkildə siyonistlərə gedən gəmilərin evi yıxıldı dənizdə. Və biraz orta ehtimal da vermək olar ki, Təl-Əvivi hipersonik raketlə sürpriz edib Hizbullah kimi digər müqavimət qollarının da əl qolunu və mühərrikini belə deyək işə salsın, motorunu işə salsın. Amma əzizlər, bir dəfə etmişdik bu söhbəti bir neçə il bundan öncə. Zuhur hadisələrindən danışanda, o Rıza Kazım bağlanan kanalımızda Yəmənlilərin bayrağı niyə ən hidayət edici bayraqdır İmam Sadiq əleyhissalamın kəlamında və bir sıra mötəbər hədislərdə. Mən o vaxt dediklərimə bir-iki dənə də əlavəm var. Birincisi diqqət eləyin, bu faktları yazın. Birincisi ona görə ki, ən zahiri, primitiv məsələ. Yəmənin müqavimət cəbhəsinin bayrağının üzərindəki yazılar bunu göstərir. Əl-lənə, əl-maut li Amerika, əl-maut li İsrail, əl-lənə aləl-yəhud və İslama kömək məsələsi var. Nəsrun lil-İslam. İkincisi, diqqət eləyin. Bütün müqavimət qolları hamısı dəyərlidir, amma bir-birindən müxtəlif fərqləri var. Məxsusən də axirüzzaman hadisələrini xəbər verən mötəbər hədislərlə və bugün gedən proseslərlə də təhlil etsək və diqqətlə yanaşsaq məsələlərə, Yəmən bütün müqavimət qolları içində cəhani İmam Zaman hökumətinin zəminəsini quracaq Xorasanlılar, yəni mərkəz İranlılar və bugün də müqavimətin mərkəzi olan İranlıların yanında
ən qüdrətli, ən çox gücü ilə iştirak edən və ən tez yetişən qüvvədir. Bütün müqavimət bunu edir, amma Yəmən daha sürətlidir. Üçüncüsü, fikir verin, digər müqavimət qollarına baxanda Yəmənə Allah bir imtiyaz da verib. O da nədir? Böyük bir imtiyaz. Digər müqavimət qollarına baxanda, Hizbullaha və Həşd-ü Şübə və digərlərinə baxanda, Yəməndə dövlət və millət də böyük ölçüdə Yəmən müqaviməti ilə birdir. Yəni, Yəmən müqaviməti həm dövlət müqavimətdir, həm millət müqavimətdir, böyük ölçüdə. Buna görədir ki, Yəmən millət və dövlət olaraq müqavimət olduğu üçün digər satılmış müsəlman ölkələri, məxsusən də ərəb lider və hakimiyyətlərinə qarşı ərəb və müsəlman xalqları üçün Yəmən müqaviməti bariz nümunədir. Baxırlar ki, bu dövlət də və millət də əksər müqavimətdən ibarətdir. Və dördüncü səbəb də bu ola bilər ki, böyük ehtimalla Yəmənin coğrafi mövqeyi də həm Siyonist rejimindən uzaqlığı baxımından istədiyi vaxt şapalaq vurur başına, amma onların məzlumları qıran qırıcıları Yəmənə çox iş görə bilmir. Bu da məcbur odur, Amerika və İngilis birbaşa koalisiya yaradıb Yəmənə qarşı nəsə etsin, o da daha böyük rüsvayçılıqlarına səbəb olur və daha böyük şilləyirlər. İkincisi, bu coğrafi mövqe ərəblərin başının üstündə bir qapaz kimi dayanıblar. Satqın ərəblər. Və önəmli dəniz yollarının və boğazlarının üstündədirlər. Yəmən möcüzəsi hələ daha böyük işlər görəcək inşallah bu yaxın zamanda və daha böyük dəyişikliklər müqavimət tərəfdən inşallah gözləyin. Ağırlı, acılı bəzi, biz sizə söz vermişdik, bunların çarəsizlikdən yaranan cırmaqlarından bəzi qanlar töküləcək, bu təbiidir. Və bu qanların tökülməyində ən böyük xəcalət sahibi biz müsəlmanlarıq. Bizim başımızın üstündə Ərdoğan satqını, bizim başımızın üstündə ərəb liderləri, bizim başımızın üstündə Siyonist rejimlə əlaqələrini möhkəmləndirən və qıra bilməyən Azərbaycan hakimiyyəti və onların bölgəyə səpələdiyi, tarakan kimi səpələdiyi, qeyrətdən xəbəri olmayan və qadın paltarının ən gözəl yaraşdığı vəhabilər bu hakimiyyətlər diktə elədikcə bu müsəlmanlar üçün ən böyük üz qarasıdır. Amma oyanış dalğası çoxdan start götürüb bu ələyin gözündən düşəcəklər, ən böyük zərbəni alacaqlar. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.